Ekrana yaxın əyləşin. Təzə mövzu var, təzə bir nağıl. Görəsən Əli övladlarının adını nə üçün Əbubəkir, Ömər, Osman qoyub? Cavabı dinləyək. Aya görəsən Həzrəti Əli əleyhissalamın, İmam əleyhissalamın uşaqlarının adından biri Ömər olub ya yox? Əbubəkir barəsində izah verdi. İkinci bəs Ömər adı barəsindədir. İmamın övladının adı Ömər olub ya yox? Əgər olubsa, bunun səbəbi nədir? Bəli, tarixlərə əsasən İmam əleyhissalamın övladlarının arasında Ömər ibni Əli əleyhissalam adında bir şəxs qeyd olunmuşdur. Amma mövzunu ki belə qoyurlar. İmam öz uşağının adını, Ömərin adını qoymuşdur. Deməli, Ömərin xətrini çox istəyib. Deməli, Ömərlə münasibəti yaxşı olub. Onun şərəfinə öz uşağının adını qoyub. Əgər araları pis olsaydı, uşağının adını qoymazdı. İndi biz araşdıra görə bu ad qoyuluşunda imamın rolu olub ya yox? İmamın bu adı qoymaqda əli olub ya yox? Baxırıq tarixə. Əhl-i-Sünnə qardaşlarımızın mötəbər kitablarına əsasən tarix və ənsal, yəni nəsillər, tayfalar barəsində insanların şəcərəsi haqqında yazılan kitablara. O kitablardan əlimizə belə məlumat gəlir ki, Ömər adını uşağa Əli əleyhissalam özü yox, Ömər özü qoymuşdur. Ömərin belə bir siyasət olmuşdur. Özü bəzi uşaqlarının adını dəyişib, özü adını uşağa qoyurdu. Məcburi və bilə-bilə. Deməli, Ömər Əlinin yoldaşını qapı arasında əzibmiş, özünü Mədinə küçələrində sürütləyibmiş, ana bətnindəki bir uşağının ölümünə səbəb olubmuş və daha sonra Fatimədən olan qızı Ümmü Gülsümü zorla əlindən alıb onunla evlənibmiş. Bunları eşitmişdik. İndi də bunu eşitdik. Məcburən öz adını Əlinin oğluna qoyubmuş. Bir sözlə, Ömər istədiyini edibmiş. Bəs harda qaldı bir barmağı ilə Xeybər qapısını qaldıran Əli? Sonra da deyirlər ki, sübut edin ki, Ömər şücaətli olub. Ağıl nemətinə görə uca Allaha həmd və sənalar olsun.